Salam, hörmətli kanal izləyicilərimiz, günə mən Masazlı qəsəbəndə sizə belə bir gözəl bir 2 mərtəbə evimizlə tanış edirəm. Evimiz xatırladım ki, əşya satılır. Deyim olar ki, evdə 99 əşyalar hamısı evin içində qalacaq. Pəncərələr, şəbəkə, pəncərəli birbaşa həyatına baxan pəncərə, hörmətli kanalın təcili pul lazım olduğunu görə evimiz 4 otaqlı, 2 mərtəbə, qoşadaşla inşa olunmuş evimiz 115 min manata satışa çıxıb, sözsüz ki, real alıcılarına yeni endirim olunacaq. Bu gördüyü kreslo, divan, stol, nə görürsə, bax, burada qalacaq. Kondisionerdən razılaşma yolla kondisionerdən də saxlatdırmaq olar, onu da xatırladım sizə. Birinci mərtəbəsində qonaq otağımız və mətbəximiz və sanitariya qoşulmamız mövcuddur. Burası evimizin mətbəxidir. Mətbəx mebeli gördüyü yığıldığından sonra burada da stol qoyub rahat edə bilərsiniz. Mətbəx mebelinin üstü mərmərlə təsis olunub, hörmətli kanal izləyicilərimiz. Burada xaladenklə biri çıxacaq, biri qalacaq, hörmətli kanal izləyicilərimiz. Burada gördüyük bütün əşyalar da hamısı evin içində qalacaq. Demək olar ki, evimiz 99 əşyalar satılır. Burası birinci mərtəbə aid olan sanitariya qovşağıdır. Plekanın altı kladovkadır, xanımlar üçün lazım olandır. İndi isə mən sizə həyət yan sahəsində evimizin fasad görünüşünü göstərəcəm sizə və ikinci mərtəbəyə qalxan plekanımızdır. Xatırladım ki, bir daha Masazlı qəsəbəsinin girişinə çox yaxın bir ərazidə yerləşir. Darvazasıdır, birbaşa həyətinə maşın daxil olur. Qaz, su, işıq mərkəzi konsept tam qaydasında. Evimizin belə bir gözəl bir fasad görünüşü var, hörmətli kanal izləyicilərimiz. Su çəni burada da var. Əlavə padvanda da su çəni var, hörmətli kanal izləyicilərimiz. İndi isə mən sizə ikinci mərtəbəsindən tanış edim. Bax, belə bir gözəl koridordur. Koridorda gördüyünüz kombi sistemi çəkilib hazır vəziyyətdədir. İnşallah ev olmayan insanlara Allah Taala belə gözəl evlər qismət etsin. İkinci mərtəbəsində isə 3 dənə yataq otağımız burada mövcuddur. 1, 2, 3 dənə yataq. Sağda isə evimizin sanitariya qovşağıdır. Evimiz çox səliqəli, səhmanlı saxlanılıb. Burası isə ikinci mərtəbə aid olan sanitariya qovşağıdır. Və yataq otaqlarından bax biridir. Gördüyünüz əşyalar da hamısı evin içində qalacaq, hörmətli kanal izləyicilərimiz. Pəncərəsinin qarşısını keçən bir maneə yoxdur. Və burada isə ikinci yataq otağıdır. Bu yataq otağından da birbaşa koridoruna çıxışı var, balkonuna çıxışı var. Görə bilərsiniz. Pəncərəli şəbəkə pəncərədir. Masazlı dairəsinə çox yaxın bir ərazi yerləşir. Əşyalı 115 min təcil olaraq evimiz satışa çıxıb. Sözsüz ki, real alıcılarına endirim olacaq. Evimizdə 3 dənə kondisioner mövcuddur ki, yəni danışıq yolla kondisionerləri saxlatdırmaq olar. Qiymətində də razılaşmaq olar. Və sonuncu yataq otağı ilə mən sizi tanış elədim. İnşallah evi olmayan insanlar Allah Taala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola bilərsiniz. Bir daha xatırlayın, evin də torpağın tam mülkiyyət sənədləri qaydasındadır. İpotekaya yararlıdır, əgər bank sizə kredit ayırıbsa, evimizi kreditlə də əldə edə bilərsiniz.